Müəyyənlik artığı, qeyri-müəyyənlik artığı, yoxsa sadəcə olaraq boşluq. Şagirdlərin ən çox qarışdırdığı mövzulardan biri də article mövzusudur. Və article mövzusu da istər 9-cu sinif olsun, istər 11-ci sinif olsun, buraxılış imtahanlarda düşən suallardandır. Yəni, hər buraxılış imtahanında bir dənə sual article mövzusundan düşür. Buna görə də çalışın ki, article mövzusunu daha yaxşı mənimsəyəsiniz ki, article-a aid olan sualları səhv yazmayasınız. Article mövzusuna aid xırda bir qayda verib, ona aid də testin izahına baxacaq. Deməli, əgər siz boşluqdan sonra sayılmayan isim və ya cəm isim görürsünüzsə və həmin o isimlər ümumi anlamda işlənirsə, bu halda heç bir article götürməyəcəksiniz. Yəni, ümumiyyətlə, onu da yadınızda saxlayın ki, qeyri-müəyyənlik article sadəcə olaraq sayıla bilən tək isimlərlə işlənir. Əgər sayılmayan isim və yaxud da cəm isim görürsünüzsə, bu halda ümumiyyətlə variantlarda qeyri-müəyyənlik article olan variantı çıxırsınız. Və həmin o sayılmayan isim və cəm isim ümumi anlamda işlənirsə, bu halda isə article götürmürsünüz. Məsələn, I love flowers deyirəm. Ümumi olaraq, ümumi anlamda mən gülləri sevirəm deyirəm. Bu halda siz flowers sözünün qarşısında article verməyəcəksiniz. Yox, əgər deyirəmsə I love the flowers you bought, sənin aldığın gülləri sevirəm, bu halda isə artıq hansı güllərdən söhbət getdiyi məlum olur. Yəni, hansı güllər? Sənin aldığın güllər. Eyni qaydada sayılmayan isimlərə aiddir. Advice is always useful. Ümumi anlamda bildirirəm ki, yəni məsləhət faydalıdır. Amma desəm ki, məsəl üçün, xüsusiləşdirsəm, yəni müəyyənləşdirsəm ki, hansı advice-dan söhbət gedir, hansı məsləhətdən söhbət gedir, bu halda onun qarşısında the article veriləcək. Məsələn, the advice he was given was very useful to him. Ona verilmiş məsləhət, yaxud da onun aldığı məsləhət onun çox işinə yaradı. Deyəcəksiniz, müəllim, mən haradan bilim ki, burada sayılmayan isim və yaxud da cəm isim ümumi anlamda işlənir. Baxın, testi də izah edir, yəni bu qaydanı da izah edəndə onu da bildirdim ki, ortada, yəni hansı gülləri, sənin aldığın gülləri, hansı advice, hansı məsləhət, ona verilmiş məsləhət. Yəni, orada, həmin o testlərdə mütləq və mütləq müəyyən edən əlavə bir söz, əlavə bir cümlə işlənəcək. Ümumi anlamda artıq, məsələn, I love flowers deyirəm. Mən gülləri sevirəm. Burada hansı sualını verə bilirəm? Yox. Amma deyirəm ki, sənin aldığın gülləri sevirəm. Hansı gülləri? Sənin aldığın gülləri. Bu halda isə flower sözü artıq müəyyən olur ki, sənin aldığın güllərdən söhbət gedir. Buna aid də testimizə baxaq. Bu testdə 2022-ci ildə buraxılış imtahanlarında, indi 9 yoxsa 11-ci sinif, yəni dəqiq yadımda deyil, hansı sinifə düşmüşdü, ancaq buraxılış imtahanlarından götürülmüş bir sualdır. Məsələn, choose the correct variant. In Britain, drinking tea is more common than drinking coffee. Burada artıq çayın kofedən daha geniş yayıldığını bildirir. Bu halda isə artıq söhbət müəyyən bir çaydan və yaxud da müəyyən bir kofedən getmir. Ümumi anlamda, yəni çay kofedən geniş yayılıb anlamında istifadə olunur. Bu halda cavab isə B variantı olacaq. Daha sonra, dogs are usually more loyal than cats. İtlər pişiklərdən daha sadiqdir. Yəni, burada söhbət getmir qonşudakı itlərdən, nə bilim, küçədəki pişiklərdən. Ümumi anlamda istifadə olunur ki, yəni itlər pişiklərdən daha sadiqdir. Ona görə cavab C variantıdır. Belə yoldaşlar, ümid edirəm ki, video sizin üçün faydalı olacaq və bundan əlavə də hansı mövzu lazımdırsa, onu şərh bölməsində yazın. Eyni zamanda videonu bəyənib kanala abunə olmağı da unutmayın. Təşəkkürlər, uğurlar.